Peyğəmbərimiz buyurur: "Lənnəhu yetəşə'əb fihi ərzaqul müminin." Elə bir aydır ki, ruzilər paylanır, bölünür bu ayda. Mənəvi, maddi ruzilər. Yağmağa başlayır. Qəbul edin. Necə qəbul edirsiniz? Zikirlə, orucla, dua ilə, ibadətlə, gecə münacatı və s. Peyğəmbər buyurur: "Şəbanu şəhri." Şaban mənim ayımdır. Rahimallah mən anəni alə şəhri. Allah rəhmət eləsin o kəsə ki, bu ayda mənə kömək edir. Kömək necə demək olar? Dilə bu ayın ən mühüm zikirlərindən biri salavatdır. Kim bu ayda Peyğəmbərin məhəbbəti ilə, ilahi rəhmətə, Allaha yaxınlaşmaq qəsdi ilə oruç tutsa, Allah ona xüsusi bir kəramət bəxş edər qiyamət günü inşallah. Kəramətli insanlardan olar. Peyğəmbər buyurur, kim bir gün oruç tutsa bu Şaban ayında nə olar? Behişt ona vaciblar. Olar ki, qəzaları var, müstəhəb oruç tutmasınlar. Mənim qardaşlarım, bacılarım, xanımlar, qəza oruclarınız varsa müstəhəbi tutmayın. Olar ki, daha şükür Allah'ın müstəhəb orucları qutarır, qəzaları qutarır, müstəhəbi tutur, Allah qəbul etsin. Bir mömin gəlsə, ona təklif eləsə ki, müstəhəb oruc sana aiddir. Orucu aç, o möminin deyir, sözün qəbul etdiyinə görə, orucu açdığına görə müstəhəb olsa, həm orucun tam savabı verilər, həm də o iman əhlinin ki, əlini geri qaytarmadın, həm də bu mənada Allah sənə savab verər. Peyğəmbər buyurur, kim bir gün oruç tutsa, behişt ona vacibdir. İmam Sadiq Səffana deyir, Səffan, ətrafı təşviq elə bu günlərdə oruç tutsun. Təkcə özünü tutma, ətrafı təşviq elə, ailəni təşviq edin. Dostlarımızı, xanımlar, bir digərimizi təşviq edin. Və bu ayın əməllərindən biri İmam Sadiq buyurur, istiğfardır və sədəqədir. Sədəqədə var, istiğfarda gəl. Peyğəmbər buyurur ki, kim bu ayda 1-ci və 4-cü günlər oruç tutsa, Allah deyir, həm dünyada 20 hacətin qəbul edir, həm ahirətdə 20 hacətin qəbul edir. Heç olmasa 1-ci və 4-cü günlərini inin, bu günlərin orucunu tutağın, hamımıza birimizi dua edeyim ki, sonra da bu duanı eləyək ki, Allahumma bəlliğna Ramadan. Allahım bizi Ramazan ayına çatdır. Velhamdülillah Rabbil Alam.